Salam dəyərli həmkarlarım, hər birinizi xoş gördük. Mən Dəmirova Nigar, məktəbəqədər təhsil üzrə təlimçinizəm. Bu gün də yeni və çox vacib bir mövzu ilə qarşınızdayım. Bu gün də çalışacağam ki, elmi terminlərdən uzaq durum, tamamilə sadə, həyatımızdan götürülmüş nümunələrlə mövzunu sizə izah edim. Siz də öz növbənizdə videonu bəyənməyi, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Unutmayın ki, maarifləndirici videolarımızın sayı çoxalsın. Videolarımızın sayı çoxaldıqca isə daha çox müəllimə çatsın və müəllimələr bundan yararlansınlar. Bugünkü mövzumuz hər bir müəllimin nəinki bilməli olduğu, həm də gündəlik işində, yəni gündəlik fəaliyyətində əməl etməli olduğu etik davranış prinsipləridir. Müəllimələr, bilirsiniz ki, bu prinsiplər təkcə bağçalara aid deyil, eləcə də məktəblərə, kolleclərə, universitetlərə, bir sözlə təhsilin bütün pillələrinə aiddir. Əgər biz müəllimlər etik davranış prinsiplərinə əməl etməsək nə baş verər? Baxaq nə baş verər. Bu prinsiplər müəllimələr pozulsa, təhsil müəssisəsində nizam-intizam yox olar, qanunsuzluq baş alıb gedər, vicdansızlıq, məsuliyyətsizlik hökm sürər, sonda isə nə baş verər? Kollektivdə və şagirdlərlə münasibətdə tam bir özbaşınalıqla qarşılaşarıq. Yəni biz bu prinsipləri pozanda əslində təhsilimizin keyfiyyətini, müəllimin adının nüfuzunu zədələmiş oluruq. İndi isə gəlin görək bu prinsiplər hansılardır və hər biri bizim işimizdə nə deməkdir. Baxaq müəllimələr. Qanunvericiliyə görə müəllimlər üçün 8 əsas etik davranış prinsipi müəyyən edilib. Bunlar bizim fəaliyyətimizin 8 qızıl qaydasıdır. Dəftərinizə də qeyd edə bilərsiniz, fəaliyyətimizin 8 qızıl qaydası. Baxaq bu qaydalar, qızıl qaydalar hansılardır? Qanunun aliliyi, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad və sonuncu 8-ci qızıl qaydamız konfidensiallıq. Müəllimələr, indi gəlin hər birini çox sadə, elmi sözlərdən istifadə etmədən öz bağça fəaliyyətimizdən nümunələrlə izah edək və müzakirə edək, belə deyim. Bizim birinci prinsipimiz qanunun aliliyi prinsipidir. Qanunun aliliyi prinsipi müəllimin öz vəzifə funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, insan hüquqlarına və demokratik prinsiplərə ciddi şəkildə əməl etməsidir. Müəllimələr, baxın, qanunun aliliyi odur ki, bizim üçün ən ali göstəriş nədir? Qanundur. Yəni, mən müəlliməyəm, mənim üzərimdə sadəcə rəhbərlik yox, həm də dövlətin qanunları dayanır. Yəni, mən rəhbərliyə tabeyəm, söz yox. Amma mənim rəhbərimin də tabe olduğu nə var? Bizim hamımızın tabe olduğumuz nə var? Bizim dövlətimizin, Azərbaycan Respublikasının qanunları. Biz Azərbaycan vətəndaşı olaraq hər birimiz Azərbaycan Respublikasının qanununa nəyik? Tabeyik. Müəllimələr, biz qanunlara və qaydalara əməl etmiriksə nə baş verə bilər? Özbaşınalıq baş verir. Nümunə ilə, konkret nümunələrlə baxaq. Təsəvvür edin ki, müəllimələr, biz hamımız, düzdür, işləyən müəllimələrimiz də var, işləməyə namizəd olan müəllimələrimiz də var. İndi işləyən müəllimələrdən nümunə gətirəcəm. Təsəvvür edin ki, bağçanın iş saatı səhər 8-də başlayır, axşam 6-da yekunlaşır. Amma müəllimə heç bir səbəb olmadan, müdiriyyətdən icazə almadan, saat 9-da işə gəlir, 8-də gəlmək əvəzinə 9-da işə gəlir, yaxud 6-da getmək əvəzinə saat 5-də öz başına çıxıb gedir. Baxın müəllimə, bu nədir? Bu təkcə intizamsızlıq deyil. Bu həmin təhsil müəssisəsinin nizamnaməsinə, əmək qanunvericiliyinə hörmətsizlikdir. Yəni hər bir rəhbərliyin, hər bir qurumun, hər bir təhsil sisteminin öz nizamnaməsi var, öz qanunvericiliyi var. Yəni orada işləyənlər də məhz o qanunvericiliyə, qanunlara nə olmalıdır? Hörmətlə yanaşmalıdır və tabe olmalıdır. Müəllimə bu hərəkəti ilə, get gəlməyi ilə, tez getməyi ilə, yəni buna səbəb göstərmədən bunu etməyi ilə nə yaradır?
özbaşınalıq yaradır. Bu isə qanunun aliliyi prinsipini kobud şəkildə pozur müəllimələr. Baxın, bir nümunədə deyəcəm. Bilirik ki, dövlət tərəfindən hər bir uşağın qida rasionu var. Normal qida miqdarı müəyyən edilib uşaqlara. Hansısa bir işçi, müəllimə və ya rəhbərlik uşaq az yeyir, bəsdir, doydu, yediyi bəsdir və s. kimi bəhanələr gətirir. Uşağın haqqı olan normanı kəsir. Onun payını azaldırsa bu uşaq neynir? Bu uşağın hüquqlarını tapdalamaqdır. Yəni həmin o şəxs uşağın hüquqlarını tapdalayır. Bu da qanunla müəyyən edilmiş normanı pozmaqdır. Yəni qanunun aliliyi prinsipini pozmaq, birbaşa uşağın haqqına girmək deməkdir. Başqa bir nümunədə deyə bilərik. Biz müəllimələr sənədlər işləyirik də. Məsələn, jurnalı misal gətirim. Jurnalda gəlməyən uşaq gəlmədiyi halda uşağa gəlib yazırıq. Yaxud məşğələni keçmədiyimiz halda keçmişəm deyib imza atırıq. Bu nədir? Birbaşa qanunsuzluqdur bu. Müəllimə sənədləşməni saxtalaşdırır, yəni qanunlara riayət eləmir, o dövlətin ona etibar etdiyi vəzifəni sui-istimal etmiş olur. Yəni biz vəzifəmizdən istifadə edirik, gələn uşağa qayıb yazırıq, gəlməmiş kimi yazırıq və yaxud gəlməyən uşağı gəlmiş kimi göstəririk. Və yaxud keçmədiyimiz məşğələni yazırıq və hələ bir üstəlik öz imzamızı atırıq, sanki keçmişik. Bu da qanunsuzluqdur. Yəni bu da dövlətin bizə etibar etdiyi vəzifədən sui-istimal etmiş oluruq. Müəllimələr, qanunun aliliyi bizim müəllimlik şərəfimizdir. Biz qanunları pozanda, özbaşınalıq edəndə uşaqlarımıza hansı nümunəni göstərə bilərik? Yəni biz uşaqlarımıza necə nümunə ola bilərik? Biz bilirik ki, uşaqlar eşidərək yox, görərək öyrənirlər. Bu nə zaman baş verir? Məktəbəqədər təhsil müddətində, məktəbəqədər dövrdə uşaqlar adətən eşidərək yox, görərək öyrənirlər. Yəni bağça yaşındakı uşağın yaddaşı və müşahidə qabiliyyəti o qədər güclü olur ki, müəllimin hər bir addımını, hər bir davranışını sanki video çəkər kimi çəkir və neynir? Yaddaşında saxlayır, yaddaşına yazır. Əgər uşaq bağçada müəllimin qaydaları pozduğunu görürsə, nizam intizamsız olduğunu, nizam intizamsız davrandığını, qanunsuz işlər gördüyünü görürsə, sabah o necə bir vətəndaş olacaq? Əlbəttə ki, gördüyünü mənimsəyəcək, uşaq da nizam intizamı pozmağı, qanunsuzluqlara meyllənməyi öyrənəcək. Çünki onun üçün nümunə kimdir? Onun üçün məktəbəqədər təhsil dövründə, məktəbəqədər müddətdə onun üçün nümunə onun müəlliməsidir. Biz də uşaqlara, müəllimələr elə nümunə olmalıyıq ki, sabah onlar da qanunsevər olsunlar, intizamlı və vətənpərvər insanlar olsunlar. Əgər biz özümüz qanun çərçivəsində yaşayıb işləyiriksə, deməli uşağımızın gələcəyinin təməlini sağlam qoyuruq. Və yaxud özümüz qanun çərçivəsində yaşamırıqsa, qanunlarımızı pozmuş oluruqsa, uşağımızın gələcəyini də pozmuş oluruq. Qanunun aliliyi uşağın gələcəyinə qoyduğumuz ən böyük sərmayədir, müəllimələr. Yəni, qanunun aliliyi prinsipi bu qədər. Mənə elə gəlir ki, geniş nümunələrlə izah edə bildim sizə. İkinci prinsipimiz isə vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi müəllimin öz vəzifə funksiyalarını yerinə yetirərkən cəmiyyətin və dövlətin maraqlarına xidmət etməsi, etik davranış qaydalarına və peşə etikasına ciddi riayət etməsi, habelə hər zaman düzgünlüyü, şəffaflığı və obyektivliyi əsas tutmasıdır. Müəllimələr, bu elmi tərəfi bir kənara qoyaq, gəlin səmimi danışaq. Bizim ikinci prinsipimiz dediyimiz kimi vicdanlılıq prinsipidir. Vicdanlılıq əslində bizim daxili kompasımızdır. Yəni birinci prinsipimiz qanunun aliliyidir. Qanunun aliliyindən danışdıq. Qanunu bizə kim verir? Qanun bizə dövlət tərəfindən verilir. Yəni yaşadığımız dövlətimiz tərəfindən, tabe olduğumuz dövlətimiz tərəfindən bizə qanun verilir. Amma bizim vicdanımız bizim öz daxilimizdə yerləşir. Bizim daxili aləmimizdir vicdanımız. Yəni bizim daxili kompasımızdır. Yəni bu deməkdir.
Bilirsiniz ki, müəllimələr bəzən bizə deyirlər ki, sənəd sübut düz olsun, əsas sənəd sübut düz olsun, yoxlama gəlir, rəhbərlik gəlir. Yəni bunlar hazır olsun. Dərs keçməsək də, məşğələ keçməsək də, uşaqlarla məşğul olmasaq da olar. Amma bəs vicdanlıq bilirsiniz nədir? Heç kim görməyəndə, qapı bağlı olanda etdiyimiz işdir. Bax, budur vicdanlıq. Gəlin belə 2 nümunə, öz praktikamızdan 2 nümunəni deyəcəm sizə, açıqlamasını verəcəm. Baxın, olur ki, bizə yuxarıdan tapşırıq gəlir. Qonaqlar gəlir, hamı özünü mükəmməl göstərsin. Biz də başlayırıq uşaqları robot kimi düzməyə, otağı bəzəməyə, məşğələlər, dərslər keçməyə. Qonaq gedən kimi isə çoxumuz rahat nəfəs alırıq. Ay Allah, canım qurtardı, indi isə biraz dincəlim. Çox böyük bir iş görmüş kimi indi isə biraz dincəlim deyirik. Baxın, burada nə var? Burada artıq neynəməliyik? Biz dayanmalıyıq. Niyə? Əgər biz qonaq gedəndən sonra yenə də uşağın gözünün içinə eyni sevgi ilə baxa bilmiriksə, o dərsi, o məşğələni eyni həvəslə keçmiriksə, deməli biz qonaq üçün işləyən bir müəllimiyik, yoxlama üçün, rəhbərlik üçün, göstəriş üçün işləyən müəlliməyik, uşaq üçün işləyən müəllimə deyilik. Amma vicdanlı müəllimə necə olmalıdır? Vicdanlı müəllimə odur ki, heç kim nəzarət etmədiyi sakit günlərdə də, qapı bağlı olanda da uşağa eyni ana qayğısını, eyni pedaqoji diqqəti göstərsin. Çünki uşağın həmin o 20 dəqiqədə, 25 dəqiqədə o bilirsiniz ki, yaş qruplarına görə məşğələ müddətimiz dəyişir. 15, 20, 25, 30 dəqiqə. Yəni uşağın bu dəqiqələri geri qayıtmayacaq. Yəni bizim vicdanımız, bizim ən böyük belə deyək də yoxlamamızdır, rəhbərimizdir, ən böyük rəisimizdir. Yəni kənardan bizə nəzarət eləyən bir belə deyək də yoxlama deyək. Elə yoxlamamızdır. İndi başqa bir nümunə deyəcəm. Bu nümunə həm də qərəzsizlik prinsipinə də uyğundur, vicdanlılıq prinsipinə də uyğundur. Baxırsan ki, bəzən müəllimə bir uşağa qayğı göstərir. Çünki onun valideyni cəmiyyətdə seçilən adamdır, vəzifəsi var. O biri uşağa amma isə gözünün ucu ilə baxır. Yəni onunla çox məşğul olmur, onunla daha çox mehriban olmur, ünsiyyət qurmur. Burada müəllimə neynir? Burada müəllimə özünə sual verməlidir. Baxın, belə bir sual verməlidir. Mən bu uşağı ona görə çox əzizləyirəm ki, o uşaq indi çətin anları yaşayır, mənə ehtiyacı var, yoxsa sadəcə valideynin statusuna görə tərəfdaşlıq edirəm o uşaqla. Müəllimə ilk növbədə öz daxili aləmində bu suala cavab tapmalıdır. Əgər sən ehtiyacı olan, ağlayan, sənə sığınan balaya daha çox vaxt ayırırsansa, bu sənin vicdanındır, müəllimələr. Amma sən valideynin vəzifəsinə görə tərəfdaşlıq edirsənsə, bu artıq qərəzsizlik prinsipini pozmaqdır. Vicdanlı müəllimə o kəsdir ki, sinif otağının, məşğələ otağının, qrup otağının qapısını bağlayanda da içəridəki uşaqların hamısı onun üçün eyni olsun. Yəni uşaqların hamısını eyni gözdə görsün. Hamısına eyni qayğı ilə yanaşsın. Hamısına eyni diqqəti versin. Baxın müəllimələr, budur vicdan, budur əsl müəlliməlik. Yəni bizim vicdanlılıq prinsipimiz budur. Yəni hər bir işi gördükdə, hər bir uşağa yaxınlaşdıqda, bağçaya daxil olanda, qrupa girdikdə biz necə yanaşmalıyıq? Bütün uşaqlara vicdanla yanaşmalıyıq. Nəinki uşaqlara. Ümumiyyətlə biz fəaliyyətimiz dövründə uşaqlara da, işimizə də, peşəmizə də necə yanaşmalıyıq? Vicdanla yanaşmalıyıq. Bax, vicdanlılıq prinsipi budur. Peşəkarlıq və fərdi məsuliyyət prinsipi bizim 3-cü prinsipimizdir. Peşəkarlıq və fərdi məsuliyyət prinsipi müəllimin öz vəzifə öhdəliklərini yüksək səviyyədə, vicdanla, peşəkar bacarıq və təcrübəsinə əsaslanaraq icra etməsini, habelə öz fəaliyyətinin nəticələrinə görə şəxsən məsuliyyət daşımasını ifadə edir. Bilirsiniz ki, müəllimələr hər bir sahədə olur. Əsasən təhsil sahəsindən mən nümunə gətirmək istəyirəm. Bəzən deyirlər ki, yola ver getsin də, sənə verilən dərs saatını keç, çıx get evə. Yola ver getsin. Amma peşəkarlıq bu deyil axı müəllimələr. Peşəkarlıq bundan qat-qat artıqdır. Yəni peşəkarlıq sadəcə bizim diplomun olması demək deyil. 10 il, 20 il, 30 il iş təcrübəmizin, stajımızın olması demək deyil.
Peşəkarlıq hər gün özünü yeniləməkdir. Yəni bir müəllimə hər gün özünü yeniləyirsə, hər gün yeniliklərdən istifadə eləyərək peşəsini yerinə yetirirsə, bu peşəkarlıqdır. Yəni bu günləri bir müəllimənin diplomu varsa, onun neçə il iş təcrübəsi varsa, o demək deyil ki, o peşəkarlıqdır. Əgər bir müəllimə hər gün sinifə və yaxud qrup otağına girirsə, o demək deyil ki, o peşəkar müəllimədir. Xeyr. Gəlin belə bir izah verim, nümunə verim. Təsəvvür edək ki, həkim xəstəni müalicə edəndə köhnə metodla eləyir. Bu necədir? Amma indi qat-qat yeni metodlarımız, tibbi yeniliklərimiz var da əlimizdə. Amma həkim xəstəni 10 il, 15 il bundan qabaqki köhnə metodla müalicə edir. Burada həkim peşəkardır, yoxsa peşəkar deyil? Əlbəttə ki, peşəkar deyil. Peşəkar həkim xəstəni müalicə edəndə köhnə metodlarla yox, ən yeni tibbi yeniliklərlə müalicə eləməlidir. Müəllimələr də eynən belədir. Əgər mən bu gün uşağa 10 il əvvəlki metodla yanaşıramsa, mən peşəkar deyiləm. Əlbəttə peşəkar deyiləm. Peşəkar müəllimə odur ki, peşəkar müəllimə bilir ki, bu gün uşağı başqa cür düşünür, bu gün uşağı başqa cür düşünür. Bilirik də hər birimiz. Bu gün uşağı başqa cür düşünür, bu gün uşağı başqa cür öyrənir, bu günün uşağı başqa cür maraqlanır. Yəni bu günün uşaqlarının öyrənmə tərzi, düşünmələri, hər şeyi, təfəkkürü, idrakı başqa cürdür. Məsələ hər gün yeni bir oyun, yeni bir metod axtarmalıyıq. Yəni uşaqlarla ayaqlaşmalıyıq. Yəni biz uşaqları özümüzə yox, bizim təlimimizi, fəaliyyətimizi, mühitimizi uşaqlara uyğunlaşdırmalıyıq. Bu nə deməkdir? Yeniliklərdən istifadə edərək biz öz peşəkarlığımızı göstərməliyik. Müəllimələr, fərdi məsuliyyət isə bizim imzamızdır. Peşəkarlıqdan danışdıq, indi danışaq fərdi məsuliyyətdən. Fərdi məsuliyyət bizim imzamızdır. Məsələn, baxın, hər bir müəllim sinif otağında, qrup otağında, qapını bağlayanda o uşağın psixoloji vəziyyətinə, öyrənməsinə, hətta geyim-keçiminə görə məsuliyyəti həmin müəllimə daşıyır. Məsuliyyəti öz üzərinə götürür. Bizə müdir deməyib, yuxarıdan əmr gəlməyib, amma müəllimə biz özümüz bilirik ki, bu günləri uşaq dərsi yaxşı başa düşmədi. Mən onunla nə etməliyəm, ona necə yanaşmalıyam? Mən ona fərdi yanaşmalıyam. Bu nədir? Bu mənim şəxsi məsuliyyətimdir. Peşəkar müəllimə bu mənim vəzifəm deyil, bu mənim işim deyil, bu mənim vəzifəm deyil, bu mənə aiddir demir. O bilir ki, qapıdan içəri girdisə, o uşaqların bütün dünyası onun məsuliyyətidir. O deməlidir, mən öz işimin ustasıyam və nəticəyə görə cavabdehəm, məsuliyyət daşıyıram. Müəllimələr, peşəkar müəllimə odur ki, işdən çıxanda bu gün uşaqlar üçün nə elədim? Uşaqlar nə öyrəndi? Uşaqlar nəyi bacardı? Uşaqlara bu gün mən nəyi qazandırdım? Sualını özünə rahatlıqla verə bilsin. Yəni peşəkar və fərdi məsuliyyəti olan müəllimə bu sualı rahatlıqla özünə verə bilir. Əgər cavabımız varsa, deməli biz əsl peşəkarıq, əsl peşəkar və fərdi məsuliyyəti olan müəllimik. Peşəkarlıq və fərdi məsuliyyət bu qədər. Növbəti prinsipimiz isə loyallıq prinsipidir. Bu prinsip müəllimin çalışdığı təhsil müəssisəsinin, onun rəhbərliyinin və kollektivinin nüfuzuna xələl gətirəcək hərəkətlərdən çəkinməsini, işgüzar münasibətlərdə etik qaydalara riayət etməsini, həmçinin təhsil müəssisəsinin məqsəd və vəzifələrini öz fəaliyyətində əsas tutmasını ifadə edir. Müəllimələr, gəlin baxaq loyallıq prinsipi nədir? Loyallıq prinsipi haqqında danışaq. Çox vaxt eşidirik ki, loyallıq müdirin bütün dediklərinə bəli deməkdir, nə olsa da susmaqdır, bir növ, belə deyək də, loru dildə desəm, yaltaqlanmaqdır. Xeyr, loyallıq bu demək deyil. Loyallıq bir müəllimənin, kollektivinin, rəhbərliyinin və ya müəssisəsinin nüfuzunu qorumaqdır. Əgər biz bir yerin çörəyini yeyiriksə, onun çatışmamazlıqlarını kənarda, sosial şəbəkələrdə, uşaqların yanında və ya valideynlərin yanında müzakirə edib müəssisənin adına ləkə gətirməməliyik. Bu, loyallıqdan kənar haldır.
Yəni əgər ləkə gətiririksə, biz loyallığı pozmuş oluruq. Yəni biz öz müəssisəmizin çatışan və yaxud çatışmayanın kənarda, sosial şəbəkələrdə, uşaqların yanında, hətta valideynlərlə müzakirə ediriksə, bu loyallıq prinsipini pozmuş olmağımız deməkdir. Müəssisənin bir problemi varsa, bu nədir? Bu bizim evimizin içində olan bir problemdir. Evimizin içində olan bir problemi biz kənara çıxardırıqmı? Xeyr, kənara çıxartmırıq. İşlədiyimiz müəssisənin də daxilində bir problem varsa, ona evimizin içindəki bir problem sayaraq, daxili qaydalarla, mədəni şəkildə həll eləməliyik. Yəni bunun həll yolu daxili qaydalarla öz aramızda mədəni şəkildə olmalıdır. Bəzən müəllimələr, baxın, buna bir diqqət eləyin. Burada bir incə xətt var. Nə var? Hansı xətt var? Bəzən loyallığı qanunsuzluğa göz yummaqla qarışdırırlar. Yəni bu gün mən qanunsuzluğa gözümü yumuramsa, deməli mən loyallıq prinsipinə əməl etmiş oluram. Belə düşünürlər, amma əslində elə deyil. Qanunsuzluğa göz yummaq əslində loyallıq prinsipini pozmuş kimi bir şeydir. Loyallıq qanunsuzluğa şərik olmaq deyil. Əgər rəhbərlik bizdən qanuna zidd bir iş tələb edirsə, bizim loyallıq prinsipimiz buna nə deyir? Yox deyir. Məhz qanunlar və müəssisənin adını qorumağı tələb edir. Yəni loyallıq prinsipi bizdən müəssisənin adını qorumağı, kollektivimizi, müəssisənin adını qorumağı tələb edir. Amma qanuna zidd bir işi yerinə yetirməyimizi tələb eləmir. Yenə yuxarıda dediyim kimi, biz qanuna zidd bir iş görürüksə, nə edirik? Loyallıq prinsipini pozmuş oluruq. Yəni biz o qanunsuzluğu etməklə əslində müəssisənin nüfuzuna xələl gətirmiş oluruq. Müəssisənin nüfuzuna xələl gətirəndə də nə olur? Loyallıq prinsipi pozulur. Biz müəssisənin nüfuzunu qoruyub saxlayırıqsa, deməli, loyallıq prinsipinə əməl etmiş oluruq. Pozuruqsa, bu artıq olur loyallıq prinsipinə zidd bir hərəkət. Loyallıq işinə, komandasına və dövlətinə sadiqlik deməkdir. Biz komandanın bir üzvü olaraq uğurları birgə bölüşə biliriksə, çətinlikləri isə peşəkar və etik yollarla həll etməyi bacarırıqsa, artıq bu nədir? Loyallıq. Mən bu komandanın bir parçasıyam və onun adını nə edirəm? Uca tutmaq mənim borcumdur. Müəllimələr, unutmayaq, əsl loyallıq rəhbərliyə yaltaqlıq etmək deyil. Çalışdığımız kollektivin etimadını doğurdaq, onun adına layiq iş görək. Bax, loyallıq budur. Bizim növbəti prinsipimiz mədəni davranış prinsipidir. Mədəni davranış prinsipi müəllimin fəaliyyəti zamanı etik davranış qaydalarına, cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına, nəzakət qaydalarına riayət etməsini, geyimi, nitq mədəniyyəti və davranışı ilə başqalarına nümunə olmasını ifadə edir. Biz bilirik ki, müəllimlik təkcə dərs keçməklə, məşğələ keçməklə deyil də. Biz həm də uşaqlar üçün, valideynlər üçün və cəmiyyət üçün nəyi aynayıq? Biz, yəni valideynlər üçün, uşaqlar üçün, cəmiyyət üçün nə olmalıyıq? Müəllimə kimi bir nümunə olmalıyıq. Bəzən düşünürük ki, bir insan nitq etiketlərindən, yəni xahiş edirəm, təşəkkür edirəm, var olasınız, minnətdaram sözlərindən istifadə eləyirsə, bu mədəni davranır. Yəni bunda mədəni davranış prinsipi formalaşıb. Əslində elə deyil. Yalnız bu sözlərdən istifadə etmək sənin bir mədəni insan olmağın, mədəni davranmağın demək deyil. Biz necə mədəni davranış prinsipindən istifadə edə bilərik? Nitqimizdə bunu göstərməliyik, geyimimizdə bunu nümunə olmalıyıq, davranışımızda nümunə olmalıyıq. Baxın, biz uşaqlarla, valideynlərlə necə danışmalıyıq? Səsimizin tonunu qaldırmamalıyıq, istifadə etdiyimiz sözlərə fikir verməliyik, ki, istifadə etdiyimiz sözlər düşünməliyik ki, uşaqların psixologiyasına birbaşa necə təsir edir. Bunu düşünərək biz istifadə etdiyimiz sözləri yüz ölçüb bir biçməliyik. Müəllimə sərt olmamalıdır, qışqıran olmamalıdır, kobud bir dili olmamalıdır müəllimənin, yəni ola da bilməz. Mədəni davranış odur ki, ən çətin vəziyyətdə belə müəllimə öz sakitliyini qorusun və təmkinlə cavab versin qarşısındakına. Bir də var bizim geyimimiz. Biz bağçaya necə gedirik, necə geyinib gedirik? Müəllimənin geyimi onun peşəkar simasıdır. Mədəni davranış həm də mühitə uyğun, səliqəli və sadə geyinməkdir.
Bu uşaqlarda estetik zövq aşlayır müəllimələr. Yəni biz bağçaya girərkən, qrup otağına, məşğələ keçməyə girərkən bizdə sanki toya hazırlaşmışıq, bəzənmişik, düzənmişik, hansısa bir restorana giririk kimi bir vəziyyət yaratmamalıyıq, görüntü yaratmamalıyıq. O zaman nə baş verə bilər? Uşağın fikri qalar bizim paltarımızda, ayaqqabımızda, lakımızda, üzümüzdə, gözümüzdə, saçımızda. Bu, yəni mədəni davranış prinsipinə zidd olan bir şeydir. Yəni bütün təhsil müəssisələrində müəllimə geyimi ilə, danışığı ilə, nitqi ilə, davranışı ilə nümunə, hər kəsə nümunə olmalıdır. Yəni geyiminə müəllimənin saçı çox açıq olmamalıdır, dırnaqları çox uzun olmamalıdır. Müəllimə böyük bijuteriyalardan, sırğalardan, üzüklərdən istifadə eləməməlidir. Yəni ümumilikdə müəllimənin vahid, gözəl, səliqəli bir görünüşü olmalıdır və bu görünüşü ilə hamıya nümunə olmalıdır. Bir də var bizim davranışımız. Bəzən valideynlərlə aramızda mübahisə yaranır. Mədəni davranış prinsipi bizə deyir ki, nə qədər biz müəllimə haqlı olursa olsun, valideyn haqsız olsa belə, biz müəlliməyik, biz ziyalıyıq, səviyyəni qorumalıyıq, etik çərçivədən kənara çıxmamalıyıq. Bu nədir? Bu bizim gücümüzdür. Əgər haqlı olduğumuz vəziyyətdə sakit davranırıqsa, sakitliyimizi qoruyuruqsa, etikadan kənara çıxmırıqsa, bu nədir? Bu bizim gücümüzdür. Müəllimələr, həmkarlarım, unutmayaq ki, uşaqlar bizim dediklərimizə yox, etdiklərimizə baxıb böyüyürlər. Bu həqiqətən də belədir. Əgər biz bağçanın dəhlizində kobud danışırıqsa, uşaqlardan nəzakət gözləməyə haqqımız yoxdur. Yəni uşaq gördüyünü götürür. Yəni mədəni davranış bizim özümüzə olan hörmətimiz, uşaqlara isə verdiyimiz ən böyük dərsdir, ən böyük tərbiyədir. Yəni bir uşaq bağçada müəlliməsindən ancaq kobudluq, qışqırmaq, sərt sözlər və yaxud səliqəsiz geyim-keçim görürsə, yəni uşaq nə edir? Uşaq bilirsiniz ki, müəlliməsini təqlid eləyir, yamsılayır. Sabah həmin müəllimənin, həmin o davranışı nə edəcək? Təqlid eləyəcək. Bağçada eləyəcək, evdə gedib eləyəcək və ümumiyyətlə cəmiyyətdə eləyəcək. Müəllimələr, biz nə qədər çox bilikli olsaq da, biz nə ilə ölçürük? Biz öz bilimizdən əlavə öz mədəni davranışımızla da ölçülürük. Çünki müəllim cəmiyyətin nə idi? Güzgüsüdür. Bu bizim mədəni davranış prinsipimiz. Qərəzsizlik prinsipi bizim növbəti prinsipimizdir. Qərəzsizlik prinsipi müəllimin öz vəzifə funksiyalarını yerinə yetirərkən irqi, milli, dini, dil, cins, sosial mənşə, əmlak vəziyyəti, qulluq mövqeyi və digər amillərdən asılı olmayaraq bütün uşaqlara və valideynlərə bərabər, obyektiv münasibət görməsini ifadə edir. Qərəzsizlik prinsipi müəllimələr çox həssas bir prinsipimizdir. Bəzən bizə deyirlər ki, insanıq da, ola bilər, insanı sevə də bilərsən, elə insan var, onu sevməyə də bilərsən, yəni xoşun gələ də bilər bir insandan, xoşun gəlməyən insan ola da bilər, amma biz müəllimiyik axı. Müəllimənin sevdiyin və ya sevmədiyin uşağı ola bilməz. Müəllimə bütün uşaqları eyni qaydada, eyni gözdə nə etməlidir? Sevməlidir. Müəllimə uşaqları eyni tərəziyə qoymalıdır. Yəni bu tərəzinin bir gözü ağır, bir gözü yüngül gələ bilməz. Yəni eyni səviyyədə olmalıdır. Təsəvvür edin ki, bir uşağın valideyni müdiriyyətinə yaxındır və ya yüksək vəzifədədir. Digərinin valideyni isə sadə bir insandır, fəhlədir deyək. Qərəzsiz müəllimə nə edir? Valideynin kimliyinə baxmır. Hər iki uşağa eyni qayğını göstərir, hər ikisinin uğuruna eyni sevinir, hər ikisinin çətinliyinə isə eyni həssaslıqla yanaşır. Yəni uşaqları tərəziyə qoymur. Ay, bunun valideyni müdiriyyətlə yaxındır, bu biraz bir pillə yuxarıdadır. Bunun valideyni sadə bir fəhlədir, bu bir pillə ondan aşağıdır. Bunu eləyə bilməz. Əgər bir müəllimə bunu eləyirsə, deməli qərəzsizlik prinsipinə nə edir? Əməl etmir. Yəni nə edir? Ayrı-seçkilik qoyur. Bir də var, bizdə nə var? İstedad fərqi də qoymamalıyıq. Şəxsi simpatiyamız da olmamalıdır. Dediyim kimi valideynin statusu da olmamalıdır. İstedad fərqindən danışaq. Bəzən fəal uşaq, tez başa düşən uşağa daha çox diqqət ayırırıq.
daha çox sevməyə başlayırıq ki, bu yaxşı oxuyur, bunun idraki yaxşı inkişaf eləyib, bu fəaldır, aktivdir, biraz zəif, gec anlayan uşağı isə kənarda saxlayırıq ki, bu onsuz da bilmir də, bu onsuz da öyrənmir də. Bu nədir? Bu qərəzsizliyin pozulmasıdır. Qərəzsiz müəllimə bilir ki, onun əsas vəzifəsi nədir? İstedadlıya bəli demək deyil. Zəif olana dəstək olmaqdır, ona fərdi yanaşmaqdır, onu irəli çəkməkdir. Bir də var bizim şəxsi simpatiyamız. Şəxsi simpatiya nədir? Baxın, bəlkə bir uşağın şəxsiyyəti bizə daha yaxındır, o birisi isə biraz şıltaqdır. Yəni bir uşağın ola bilər ki, deyə bilərsiniz ki, mən qız uşaqlarını daha çox sevirəm. Onlar qəşəng olur, uzun saçları olur, qəşəng geyimləri olur, bantları olur. Amma oğlan uşağını heç sevmirəm. Oğlan uşağı heç ürəyimə yatmır. Neynəməkdir? Bu fərq qoymaqdır. Bu neynəməkdir? Qərəzsizlik prinsipinə ziddir. Biz müəlliməyi şəxsi hisslərimizə kənara qoymalıyıq, şəxsi hisslərimizi qapanmamalıyıq. Yəni biz qrupa girəndə necə girməliyik? Ədalətlə girməliyik. Ədalət nədir? Hər uşağa eyni gözlə baxmaqdır. Müəllimələr, unutmayaq ki, uşaqlar çox həssasdır. Onlar kimin onlara qarşı qərəzli olduğunu, kimin isə ürəkdən yanaşdığını o dəqiqə, saniyələr içində hiss edirlər. Bu həqiqətən də belədir. Yəni bir müəllimə bir uşağa mehriban davranır, bir uşağa isə kənarda qalır o uşaq, ona yaxşı davranmır. O kənarda qalan uşaq onu o dəqiqə hiss eləyir. Diqqət yetirdiyimiz uşaq da hiss eləyir. Düşünür ki, mənə daha mehribandır müəllimə, amma o biri uşağı sevmir. Hər iki uşaq hiss eləyir. Necə hiss eləyir? Saniyələr içində həqiqətən də bunu hiss eləyir. Qərəzsizlik bizim müəllimlik şərəfimizdir, bir növ müəllimələrin. Əgər biz ədalətli olmasaq, uşaqlarda dünyaya qarşı inamsızlıq yaradarıq, inamsızlıq yaranar, o uşaqlar heç kimə inanmaz. O uşaqlar da böyüyəndə gördüyünü eləyəcək. Bizdən görübsə, ayrı-seçkilik görürsə, qərəzsizlik görürsə, deməli o uşaq da böyüyəndə ətrafında olan, cəmiyyətdə olan insanlara əlaqə qurduğu, əməkdaşlıq etdiyi uşaqlar arasında da, insanlar arasında da fərq qoymağa başlayacaq. Odur ki, gəlin hər birimiz uşağı özünün fərqli dünyası ilə qəbul edək və hamıya eyni ədalət tərəzisi ilə yanaşaq. Müəllimələr, qərəzsiz müəllimə uşaqların qəlbində ən dərin iz qoyan müəllimə deməkdir. Növbəti prinsipimiz ictimai etimad prinsipidir. İctimai etimad prinsipi müəllimin fəaliyyəti ilə cəmiyyətdə təhsilə və müəllimlik peşəsinə qarşı inam yaratmasını, ictimai etimadı doğrultmasını, habelə müəllim adının yüksək nüfuzunu qoruyub saxlamasını ifadə edir. İctimai etimad cəmiyyətin bizə olan inamıdır. Bir müəllim olaraq biz təkcə sinif otağında, qrupda deyil, həm də bağçadan çıxanda, ümumiyyətlə işlədiyimiz təhsil müəssisəsində, təkcə biz işlədiyimiz təhsil müəssisəsində müəllimə deyilik. Biz kənara çıxanda da, həmin müəssisədən kənara çıxanda da, küçədə də, sosial şəbəkələrdə də, marketdə də, hər yerdə biz müəlliməyik, müəllimin. Yəni biz bu adı neynəməliyik? Qoruyub saxlamalıyıq. Biz bu adı yalnız işlədiyimiz təhsil müəssisəsində yox, hər yerdə, küçədə, sosial şəbəkələrdə, marketdə, parkda, gəzintidə iştirak etdiyimiz, olduğumuz hər yerdə neynəməliyik? Qoruyub saxlamalıyıq. İctimai etimad odur ki, valideynlər bizə ən dəyərli varlıqlarını, övladlarına neynirlər? Əmanət edirlər. Onlar düşünürlər ki, ağıllarından belə bir fikir keçir ki, nigar müəllimə ordadırsa, deməli uşağım etibarlı əllərdədir. Bax, bu inamı qırmamaq lazımdır. Yəni, bu inamı qırmamaq bizim nəyimizdir? Borcumuzdur. Əgər biz öz davranışımızla, savadımızla, səmimiyyətimizlə bu etimadı qazansaq, o zaman cəmiyyətin müəllimə olan hörməti daha da yüksələcək. Bizim nüfuzumuz bizim qazandığımız ən böyük sərvətimizdir. Baxın müəllimələr, işləyən müəllimələr bilirlər, işləməyə namizəd olan müəllimələr də dinləsinlər, bilsinlər ki, bir müəlliməyə əgər valideyn inanırsa, güvənirsə, o gözü bağlı şəkildə, belə deyək də, gözü bağlı şəkildə uşağını ona əmanət eləyəcək. Baxın, müəllimə özünə valideyn var ki, özünün yaşadığı yerdən bağça çox uzaqdadır. Amma onun inandığı,
etibar etdiyi müəllimə həmin o uzaqda yerləşən bağçada olur. Orada işləyir, o neynir? Uzaq olmağına baxmayaraq öz uşağını məhz o bağçaya aparır və hələ üstəlik tapşırır ki, misal üçün Nigar müəllimənin qrupunda istəyirəm mənim uşağım olsun. Bu nə deməkdir? Bu artıq valideynin Nigar müəlliməyə nə idi? İnamıdır. Əgər bir müəllimə, valideyn müəlliməyə inanırsa, o gözü bağlı şəkildə uşağını ona əmanət eləyəcək. Və neynəməliyik? Biz bu əmanəti öz göz bəbəyimiz kimi qorumalıyıq. Bax, ictimai etimad prinsipi də məhz bu deməkdir. Əgər biz cəmiyyətdə, işlədiyimiz təhsil müəssisəsində özümüzə qarşı inam yarada bilmişiksə, deməli, ictimai etimad prinsipinə biz əməl etmiş olmuşuq. Bu oldu bizim 7-ci prinsipimiz, ictimai etimad prinsipi. Gəlir bizim 8-ci prinsipimiz. 8-ci prinsipimiz konfidensiallıq prinsipidir. Bu prinsip müəllimin öz vəzifə funksiyalarını yerinə yetirərkən əldə etdiyi şəxsi həyata, uşağın ailəsinə, onun səhhətinə və ya digər məxfi məlumatlara dair informasiyalarının qorunmasını, bu məlumatların icazəsiz yayılmasını təmin etməməsini ifadə edir. Yəni, bu bizim prinsipimiz sonuncu çox vacib prinsipimizdir. Yəni, bu prinsip bir növ sir saxlamaq prinsipidir. Yəni, konfidensiallıq bərabərdir sir saxlamaq. Müəllimələr, biz müəlliməyik, həm də eyni zamanda biz bir növ psixoloquq. Bilirsiniz ki, valideynlər bizimlə çox şeyi bölüşürlər, uşağın səhhətindəki problemləri, ailədaxili çətinlikləri və ya başqa özəl məsələlərin onlar bizlə bölüşürlər. Bizim borcumuz budur ki, valideynin bizə etibar edib dediyi sözü biz başqa bir yerdə, başqa bir müəllimə və yaxud valideynə müzakirə etməyək, müzakirəyə çıxarmayaq. Yəni, iki insan arasında qalan bir şey üçüncü insana getməməlidir, üçüncü insana çatdırılmamalıdır. Yəni, iki insan arasında olan bir şeyi biz sir olaraq saxlamalıyıq. Yəni, o valideyn bizə etibar edirsə, burada artıq nə var? Bundan əvvəlki prinsipdə ictimai etimad prinsipi. Əgər o bizə inanıbsa, etibar edirsə, övladını etibar etdiyi kimi bizə bəzi özəl sirləri ola bilər ki, bəzi özəl sözləri ola bilər ki, ürək qızdırır, bizlə bölüşür. Yəni, necə olmalıdır? O bizim aramızdadır, iki insan arasında da qalmalıdır. Mən bir müəllim olaraq bilirəm ki, bu uşağın ailəsində, əlinin ailəsində nə baş verir? Bu, mənim və ailənin arasındakı müqəddəs bir gizlilik olmalıdır, müəllimələr. Uşağın ailə sirlərini və ya onunla bağlı məxfi məlumatı kənara çıxarmamalıyıq. Həm etik qaydalarının pozulmasıdır kənara çıxması, həm də həmin ailənin bizə olan inamını birdəfəlik öldürməsidir. Bu bizim sonuncu 8-ci prinsipimizdir. Bu prinsip nə idi? Sir saxlamaq prinsipi idi. Yəni, valideynə, övladına məxsus olan, aid olan sözlər məxfi olaraq qalmalıdır. İki nəfərin arasında bu üçüncü şəxsə çatmamalıdır, üçüncü şəxsə deyilməməlidir. Əgər deyiriksə, biz neynirik? Məxfiliyi pozuruq, sirri yaymış oluruq, yəni konfidensiallıq prinsipinə zidd getmiş oluruq. Müəllimələr, bugün sizinlə hər bir müəllimin əməl etməli olduğu etik davranış prinsipləri haqqında danışdım. Bəlkə də bu prinsiplər kənardan sadəcə quru qaydalar kimi görünə bilər. Amma gəlin bir anlıq dayanıb düşünək. Bizim işimiz nədir? Biz sadəcə saatı doldurmaq və ya proqramı yerinə yetirmək üçün bağçaya gəlmirik. Biz hər gün uşaqların qəlbinə toxunuruq, onların gələcək şəxsiyyətlərinin bünövrəsini qoyuruq. Qanun bizi tənzimləyir, bəli. Vicdanımız bizə yol göstərir. Peşəkarlığımız bizi güclü edir, mədəniyyətimiz bizi ucaldır, qərəzsizliyimiz isə bizi ədalətli edir. Bütün bu prinsiplərin mərkəzində isə bircə şey dayanır. Uşaq sevgisi və müəllim məsuliyyəti.
Unutmayaq ki, hər birimiz cəmiyyətin gələcəyini inşa edən memarıq. Gəlin bu inşaatı təmiz, vicdanla, yüksək peşəkarlıqla və sonsuz sevgi ilə aparaq ki, sabah özümüz də, cəmiyyətimiz də bu bünövrənin üzərində rahatlıqla dayana bilsin. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Gəlin bir-birimizə nümunə olaq, çünki uşaqlar bizim dediklərimizə yox, əslində olduğumuz insanlara bənzəyəcəklər. Hər birinizə işlərinizdə uğurlar arzulayıram. Kanala abunə olmağı, rəy yazmağı və videonu bəyənməyi unutmayın.